Korkma. Korkmak lazım değil. Çünkü ben 2025. yılda Bəli. Bu kanalda dediğimiz birçok videolarda Azerbaycan korkma, İran'da baş veren savaşlardan demiştim. Ve birçok videolar var idi ki İran'ı vuracak, dağıtacak, belə olacak. Ama o videoların içinde doğru kulak asanlar görüblər ki iç savaşları, yani ki protestoları otuzduracak. Yani ki mitingler dayanacak, sonra savaş başlayacak. Hal-hazırda bəli protestolara dayandırdı. Vuran, öldüren bilirsə ne kadar İranda bir şeyler baş verdi. Bu artık protesto eləyənlər qalmayıb. Düzdür, dünya mediaları bunu danışır, ama paylaşanlar var ki güya protesto var, yoktu. Dinə gözləyir indi savaş. Bir aya, 2 aya, mart, maya qədər bu savaş gələcək İran üzərində. Bu mütləqdir, qaçılmazdır. Bunu həmişə demişəm. Əsas o değil. Ukrayna, Rusya üzerinde de daha çok büyük savaşlar da başlayacak. Usti glazlı olan nazik gözler de olacak. Əsas biz Azerbaycan qorxmalı olan savaş değil, zəlzələdir. Ondan korunmağın yolları axtarmalıdır. Bütün dünya 3. savaştan qorxmalı olan zamanında bütün dünyada təbii fəlakətlər də təbii ki olacaq. 2026. ilin korkacak Azerbaycan için bir şey yoktur. Zəngəzur yolu açılacak. Ama 2028. ile kadar her an baş verebileceği büyük təbii fəlakətlər ve büyük zəlzələdən qorunmağın yolunu axtarmalıdır. Bu zəlzələ olacaq olan tarixin içinde 8 rəqəm özünü ifade edəcək. İndi o zəlzələlərə baxan Kurtulmuş Beydinədə bir kişi var. Çıxıb deyib ki bu zəlzələlər hər gün olur, qorxacaq bir şey yoxdur. Hemen bəyə demək istəyirəm ki, dünyada elə bir avadanlıq varmı ki, zəlzələ olacağından bir həftə, bir ay qabaq xəbər eləsin? Yoxdur. Bir neçə saat qabaq xəbərdar edə bilərsiniz. Hətta o avadanlıqlarda olsaydı, Türkiyədəki zəlzələdən qabaq türklər xəbər eləyərdi. Ona görə də seismoloji nöqtədə yerləşir, neyinir, qoyaq kənara. Hisslərimizə inanan varsa, İran savaşı olacağından əvvəl deyən, İran bir gün açılacaq, İran'ın her yerde insanlar kaçınacak, kan içinde şeyler olacak demiştim. Harda deyəndə bu kanalda da var da, tarihlere baksa bir neçə ay qabaq, maydan sonra olacak hadiseler ve İran var da bunlar. Neyse, özümü doğrultmaq istəyirəm. Doğru olduğunu deyirəm, sübut eləyirəm, düz eləyirəm, zor eləyirəm. Çünkü mən hisslərimi güclü bir adamam, nə deyirsə də düz çıxır. Ona görə də istəyirəm ki, zəlzələlər olmasın, olsa da qabağını almaq üçün tədbirləri görün. Dünya üzərində çoxlu böyük təbii fəlakətlər, sellər, sular olacaq, dönəm başlayacaq. Əvvəl dünyanın başqa bölgələrində. Onları olandan sonra gec ola bilər də bu hazırlıqları görmək. İndidən onun üçün hazırlıqları görmək lazımdır. Böyük sellərdən qorumağa yollar axtarsa da, bir de zəlzələlərdən qorumağa yolları axtarmalıdır. Bir de Ukrayna-Rusiya savaşında daha büyük mərhələ çatışmalara gələcəyini demiştim. 20 balistik raketi mən deyəndən 2-3 gün sonra Ukrayna üzerine attığını deyirəm. İndi Rusiya üzerinde de büyük bir hadisələr bu dünya 3. savaşa insan azaltmağına getirib çıxacağını demiştim. Əsasən də qayıdıram İrana. İranda ixtişaşlar, daxili ixtişaşlar, mitingler, insanların protestolara səngiyib, artıq dayanıb deyir. Ama bu o demek değil ki İran'da savaş olmayacak. Allah korusun. Bu tekrar edirəm fikirlərimi sizlərə ki, tam anlamayanlar üçün. Sağ olun.